Azərbaycanı vurardıq bəyanatına Bakıdan cavab. İran da yaxşı bilirlər ki, kanala abunə olub video bəyənməyi unutmayın. İran parlamentinin deputatı Kamran Qəzənfərinin Azərbaycanın ünvanına növbəti dəfə səsləndirdiyi ittihamlar iki ölkə arasında münasibətlərlə bağlı müzakirələrə yenidən gündəmə gəlib. Deputat bu dəfə İranın müharibə zamanı Azərbaycana hücum etməyə hazırladığı, lakin Prezident Məsud Pezeşkanın buna mane olduğunu iddia edib. Kamran Qəzənfərinin bu cür əsassız və təxribat xarakterli açıqlamaları İranın rəsmi siyasətinin elementi sayıla bilərmi? Yoxsa bu yalnız radikal deputatın şəxsi mövqeyidir? Bu cür bəyanatlar Azərbaycan-İran münasibətlərində real təsir göstərə bilərmi? Qlavin fazla danışan deputat Erman Nəsirov deyib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun prioritet istiqamətlərindən biri ikitərəfli münasibətlərin inkişafıdır. Onun sözlərinə görə bu münasibətlər çərçivəsində əsas prioritet qonşu dövlətlərlə əməkdaşlığı yüksək səviyyədə təmin edilməsidir. Bu prizmadan yanaşdıqda İran İslam Respublikası ilə əlaqələr Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmizin hər zaman İranla mehriban qonşuluq siyasətinə sadiq qalıb və bunu təkcə sözlə deyil, əməli addımını da sübut edib. Bütün bu reallıq fonunda İran parlamentinin üzvü Kamran Qəzənfərinin İranın güya Azərbaycana qarşı hərbi əməliyyatlara başlamaq istədiyi, lakin bunun qarşısına Məsud Pezeşkanın aldığı barədə iddia təəssüf doğurur. Bu tür reallığa uyğun gəlməyən təxribat xarakterli ittihamlar səsləndirilib.